bu Afrikadan gelen sortdur. Asasen bunları vətəni bu sitrusu. Hindistan, Çin'de de Afrika'da da var. Oradan getirilip bu. Sonradan biz almışıq, calaq eləmişik. Cır ağac var bizdə, limon. Cıra calaq eləmişik, bunu artırmışam. Deməli, bunun xeyri nədir? Tərkibində çoxlu vitamin var. Bunu şəkərli diabetdir, sonra təzyiqi yüksək olanlardır. Sən bu yeməyi yeyirsən, köpləyirsən, onu tez həzmə verir. Ümumiyyətlə, sitrusun heç yanı yoxdur. Bütün sitruslarına, bütün sitrusun xeyri çoxdur. İnsanların çoxu bilmir, başa düşmür, oxusunlar, örgəsinlər, bilsinlər, Allah'ın sitrus bizim rayonda qalmayacaq. Mənim planımda var, həyatda eləyirəm də, burada eləyirəm, hər il artırıram bunu. Burada da gördünüz, orada da var. Dipçəkdə də var, torpaqda da var. Bunun çəkisi bu, məsələn, dipçəkdədir. Bu burada xırdadır. Amma bunu torpağa vurursan, o torpaqda orada görürsən də nə boydadır. Torpaqda iridir. Məsələn, dipçəyə vurmuşam. İndi bunu alan hər halda ya böyük dipçəyə vurur, ya zakat şeylər mən özüm vururam. Ya da ki, özünün torpağı, məsələn, lazım olanda mənə torpağı da o birisində şey eləyəm, onu məsələn başa salıram ki, belə əkmək lazımdır. Əkir, məsələn, torpağa, torpaqda olur iri. Bunu alan da çoxdur. Bilirlər ki, bunun tərkibi nədir? İstəyirlər bunu. Hər il mən bundan haradasa bir 400-500 ağac satıram, çox yox. Deyəm ki, məsələn, 5000 dənə, 2000 dənə bu yalandır. 350-400'e yaxın ağac satıram bu ağacdan. Formasına görə değil mi? Əsasən bunun formasına görə istəyirlər bunu. Tərkibini də o qədər məsələn bilmirlər, mən izah edirəm tərkibin. Tərkibində nə var? Hamısını izah eləmişəm. İzah edirəm alan üçün. Kim başa düşür? İnsanların diqqətini cəlbəyir, maraq. Bəli, diqqəti cəlbəyir. İndi bu ağacda biraz zəifdir, amma ağac var, onda çoxdur. Məsəl üçün, dipçəkdə olanda haradasa 50-60 kiloya yaxın bu gətirir. Haradasa hesab elə mən deyim 2 metrəyə yaxın ağac bu qədər gətirir. Dipçəyə görə biraz iri olsun. Amma torpaqda biraz da çox gətirir.